Bu məqamda baxıram ki, Seymur usta gəlib. Gəlib özü də necə gəlib? Aa, baba bu can ətinə bax, can ətinə bax. Bax bu nədir? Kənd çolpasıdır bu da. Hanı sənin mikrofon? Qaqaş mikrofonu gətir. Gətir Nəsimi, mikrofonu gətir çünki usta danışsın. Bunun qoxusu bir aləmdir. Çox gözəl dadına baxarsınız, qiymət verək. Mütləq şəkildə dadına baxacağıq. Buyur. İnşallah dadına baxıb qiymət verərsiniz siz də. Bax bu can ətindən. Bəli, çoban qovurması, dananın can ətindən çoban qovurması göbələk. Çobanlar ona görə belə cüssəli olur. Belə ki, bunu yeyən cüssəli Bəli, bu da olmasın. kənd çolpamızdır, tərəvəzi tabaka elədim qəşək. Ocaqda bişirmişəm, bilirsiniz. Bunun dadı ləzzəti ayrı bir şeydir. Əladır, əladır. İndi qonaqlara təqdim eləyərik. Amma istəyirəm ki, usta ilə əlaqə saxlaması ilə ustanın özü söyləsin telefon nömrəsini. Zaten bəllidir ki, Bakıxanov qəsəbəsində yerləşir Beyləqan Ailəvi Restoran. Bəli, bəli. Beyləqan Ailəvi restoranımız Bakıxanov ərazisində yerləşir. Hər kəsin yolunu gözləyirik. Gözəl dadlı yeməklər yemək istəyənləri hər zaman Amma rezerv qulluqdayıq. etmək üçün Bəli, rezerv etmək üçün 070 221 10 13 nömrəsinə rezerv edə bilərlər. Mütləq şəkildə rezerv edin, gedin, ailəliklə bu ləziz təamlardan dadın. Çünki usta var da, bu ustanın əlinin duzu var. Var ol, təşəkkürlər Mən də Seymur. sizə təşəkkür edirəm.